Salam dəyərli izləyicilər, aylıq 236 manata güzəştli şərtlərlə mənzili necə əldə eləmək olar? Bu barədə bir videonu diqqətinizə çatdırıram, amma öncədən xahiş edirəm, videonu axıra qədər izləyin, ondan sonra qaranlıq qalan sualları yazın. Hansı bölgədə, hansı ünvana müraciət eləmək lazımdır, həmin o məsələlərdə diqqətinizə çatdıracağım. Burada üstəgəl işarəsinə bir dəfə toxunub, kanalımıza abunə olun ki, digər məlumatları da izləyə biləsiniz. Deməli, Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli şərtlərlə mənzilləri satışa çıxarıb və güzəştli mənzillərin satışı ilkin 10% ödəniş etmək şərti ilə aylığı 236-477 manat aralığında dəyişir. Güzəştli mənzillərin yerləşdiyi komplekslər hardadır? Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlax yaşayış kompleksləri. Güzəştli mənzillərin qiymətləri dəyərli izləyicilər. Məsələn, Hövsan yaşayış kompleksinin birinci mərhələsi üzrə 2 otaqlı mənzillərin qiyməti 54.815 manat. Hövsan yaşayış kompleksinin ikinci mərhələsi üzrə mənzillərin 4 otaqlı mənzilin qiyməti 94.050 manatdır. Sumqayıtda studio tipli mənzillərin qiyməti 50.200 manat, 4 otaqlı mənzillərin qiyməti 105.800 manatdan başlayır. Lənkəranda 3 otaqlı mənzilin qiyməti 61.965 manat, 4 otaqlı mənzilin qiyməti 84.150 manatdan başlayır. Binəqədi yaşayış kompleksi üzrə studio mənzillər 48.120 manat, 2 otaqlı 69.240 manat, daha doğrusu 3 otaqlı mənzil 87.480. Şirvanda deməli 2 otaqlı mənzillərin başlanğıc qiyməti 54.815 manatdan başlayır. 3 və 4 otaqlılar isə analoji olaraq 69.160 və 93.765. Yevlaxda studio tipli mənzillər 41.000 manatdan başlayır. Bir otaqlı mənzillərin qiyməti 43.225 və sair dəyərli izləyicilər və güzəştli mənzilləri kimlər ala bilər? Deməli, bunlarla bağlı, bütün bu məsələlərlə bağlı hara müraciət edə bilərsiniz? Güzəştli mənzil əldə etmə hüququ olan vətəndaşların müraciətləri elektron qaydada, elektron hökumət portalında yerləşən güzəştli mənzil sistemi vasitəsilə qəbul olunur. Və burada deməli asan imza, elektron imza mütləqdir dəyərli izləyicilər. Elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini elektron hökumət portalı vasitəsilə də apara bilərsiniz. Bununla belə güzəştli mənzil elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq üçün müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədi ilə Bakı şəhərində 5 saylı Asan Xidmət Mərkəzində və Sumqayıt şəhərində yerləşən Asan Xidmət Mərkəzində də müvafiq xidmət göstərilir. Videonu paylaşın və əgər bir daha qeyd edirəm, kanalımıza hələ abunə olmamışsınızsa burada üstəgəl işarəsinə toxunun. YouTube və Instagramda da bizə abunə ola bilərsiniz.